Aylin. Ay Aylin. Ayna. Dur, dərsin vaxtıdır. Saat neçədir? Saatı neynirsən? Dur, dərsin vaxtıdır. 5 dəqiqədə yatım dur. Dur. 5 dəqiqəyə gələrsən. Ya, inşallah xoş gəlmisiniz yeni YouTube vloguma. Yuxuda indi durmuşam. Əl-üzümü belə yumadan yəni video başlatdım siz üçün. Çünki niyə olmasın? İstədim ki, hər addıma bir yerdə edək. Bugün məktəbin ilk günüdür. 2025-2026-cı tədris ilimizin ilk günüdür. Həyəcanlıyam. İnşallah hamımız üçün çox gözəl keçər bu il. Onda başlayaq məktəbin ilk günü vloqa. Siz yəqin ki, bu videonu izləyəndə ayın 15-nin axşam olacaq ya da 16-sı səhər olacaq. Mənə mütləq yazın ki, dərs iliniz necə keçdi. Başlayaq. İndi önümə bir də belə ceket geyindim. Çünki səhər uzandığıma soyuq olur axı. Bir də saçımı fakı yığdım. Onu indi düzləşdirəcəm saçımı. İndi də əl üzümü yuyub dişlərimi fırçalayacağım. Onları da eləyim. İndi uşaqlar dişimi yumadım çünki yeməkdən sonra yuyacağım. Çünki çay falan içirəm, qara çay dişim təzədən batacaqdı ona görə. Amma yeməkdən sonra yuyacağım. Şor yiyirəm. Həyatımda ilk dəfə şor yiyirəm. Nifrət edirəm çünki ağartıya. Yeyirsən çünki, nə ondur? Anam deyir ki... Ana da zorla yedizdir çünki deyir ki, xeyirdir. Nə bilim, dəmiri artdırır, məmiri artdırır. Ona görə heç vaxt yemirsən. Direkt da qoymuşsun. Çox istəyir. Yaxşıdır. Üstü çay, şu canın yığırsın. Dişlərimi yudum, gəldim. İndi də əslində təzə lazer eləmişdim. Amma yenə də üstündən keçəcəm. Bığlarım bir də qaşımın ortasını falan mama sapla alacaq. Sonra geyinəcəm. Sonra saçımı düzləşdirəcəm. Bir də model yığacam saçıma. Sonra da çıxacam evdən. Çəkərəm də hər şey indi. Qaşımı aldıq indi. İndi bığımı alırıq. Yaxmaydı. Ha. Yandı. Ağrıdır. Bəbəsdir. Mən hazıram. Baxın, sumkam. Alışveriş vloguna baxdısa, sumkanı onsuz da çoxdandan tanımış olarsınız. İndi penalı da belə bura bir dəqiqə göstərim. Penalı da bura taxdım. Bu normalda sumkanın özündədir də. İndi də evdən çıxıyam. Sağ ol, ayin. Sağ-salamat, yaxşı. Sağ ol. Sağ ol. Uşaqlar, xoş gəldiniz. Mən indi mama öpüb mən buram qırmızı qalıb. Bir dəqiqə. Nəysə. Mən indi 15-i axşamındayam. Videonu davam elətdirəmədim. Saat indi 1-ə işləyib. İndi sizə məktəbin ilk günü necə keçdi ondan danışacağam. Məktəbin ilk günü yaxşı keçdi. Adi, sadə, normal bir gün kimi keçdi uşaqlar. Heç məktəbin ilk günü vibe yox idi. Maraqsız idi. Çünki məktəbdəki müəllimələrimizin, məktəbdəki yox, sinifimizə dərs keçən çox müəllimlərimiz dəyişilib və canlımız izləyənlər bilir ki, sinif rəhbərim də dəyişilib. Məktəbimizdən 1-2 dənə uşaq da çıxıb, hətta 5 dənə uşaq çıxıb, 2 nəfər təzə gəlib. Niyə evə gələn kimi videonu davam elətdirəmədim? Çünki evə gəldim. Getdim, elə bil ki, canlı açdım. Sonra getdim, istədim dərs eləyim, gördüm dərsi yoxdur. Çünki məktəbin ilk günü daxı düzü dərs verdilər və prosto ki, bəzi fənlər hələ tam keçilmədiyi üçün, hələ məktəbin ilk günü olduğu üçün sadəcə 2 dənə fən keçilmişdi. Ona görə dərslərim olmadı, onun üçün dərs eləmədim. Sonra mama ilə pizza sifariş verdi, pizza zad yedim. Sonra getdim, uzandım. Yatmadım, getdim, uzandım. Saat 4-ə qədər biraz uzandım çünki yorğun idim. Sonra da heç nə də elə indi sabah məktəbin ikinci günüdür. Biraz hıçqırıq tutub, ona görə səsim biraz əsir. Məktəbdən sonra sadəcə getdim dostlarımla biraz məhləyə.
elə bil ki, dostumun məhəlləsinə getdim. Məhəllədə biraz elə bir oynadıq falan. Videolar çəkmişdik onun da, amma hələ ki dostum o videonu atmayıb mənə. Ona görə qoya bilmirəm. Belə tam yaxşı keçdi deyə bilmirəm. Tam keçdi, pis də keçdi deyə bilmirəm. Normal, sadə, adi bir məktəb günü kimi keçdi. İnşallah sizin məktəb gününüz yaxşı keçmiş olar. Necə keçdi mənə yorumlarda mütləq yazın. Öpürəm sizi. Videonu axıra qədər izlədiyiniz üçün çox sağ olun. Abunə olmağı, like atmağı və bildirimləri açmağı unutmayın ki, mən hər dəfə video atanda sizə bildirim gəlsin və xəbəriniz olsun. Yoruma da nə video istəyirsə yazın. Öpürəm sizi. Sağ olun.